Salam əziz uşaqlar, bugün sintaksis bölməsindən söz birləşmələrinin izahına baxacağıq. İlk öncə baxırıq söz birləşməsi nəyə deyilir. Qaydasını öyrənirik və yadımızda saxlayırıq. 2 və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən yaranır söz birləşmələri. Müstəqil söz deyiriksə, deməli bu nədir? Söz birləşməsinin tərəfləri əsas nitq hissələri olmalıdır. Yəni, ən azından 2 dənə əsas nitq hissəmiz olmalıdır. Köməkçi nitq hissələri ola bilməz desək yanlışdır. Sadəcə bir əsas, bir köməkçi nitq hissəsi olarsa, biz buna söz birləşməsi deyə bilmirik. Söz birləşməsinin yaranması üçün ən azı 2 əsas nitq hissəsi, yəni müstəqil mənalı söz iştirak eləməlidir. Bundan əlavə, deməli, köməkçi nitq hissələrlə söz birləşməsi yaranmaz və feillərdə olan ol, et, bir, qıl bu kimi ifadələr də söz birləşməsi yaratmır. Bunlar sadəcə tərkibi feillərdir. Və burada bizə nümunələr təqdim olunub. Bu nümunələrə siz də diqqət eləyərsiniz. Məsələn, qədim şəhər. Qədim sifətdir, şəhər isimli, hər biri müstəqil mənası olan nitq hissələrdir. Ona görə buna biz söz birləşməsi deyə bilirik. Amma yazıb ki, yola sarı, yola tərəf, yola doğru. Biz bilirik ki, sarı, tərəf, doğru bunlar istiqamət bildirən qoşmalardır. Qoşma da köməkçi nitq hissəsinin olduğuna görə biz burada yola sarı sözünə söz birləşməsi deyə bilməyəcəyik. Ona görə bu cədvəlin içinə yenidən siz də diqqət eləyin. Digər nümunələrə aradakı fərqi görmək və mövzunu tam anlamaq üçün nümunələrə maksimum şəkildə diqqət yetiririk. Bu belə. Deməli, köməkçi nitq hissələri ilə yaranmadı, amma müstəqil mənalı sözlər, yəni əsas nitq hissələri ilə söz birləşməsi yarana bildi. İkinci bir qaydamız nədir? Qeyd elədi ki, ol, et, bir, qılla da yenə söz birləşməsi yaranmır. Yəni, bir tərəfi əgər ol, et, bir, qıldırsa, digər tərəfi müstəqil sözdürsə olmur. Yəni, söz birləşməsi yarana bilməyəcək. Yenə də burada da daha artıq 2 dənə müstəqil varsa, biri ol, et, bir, qıldırsa, təbii ki, bu ola bilər. Məsəl üçün, yazılıb ki, şəhərdə olmaq. Burada şəhərdə müstəqil sözdür, amma olmaq tərkibi feilin hissəsi olduğuna görə biz onu söz birləşməsi olaraq götürə bilmirik. Amma məsələn, gözəl şəhərdə olmaq desək, bu artıq söz birləşməsi ola bilər. Çünki gözəl şəhər hər ikisi müstəqil sözdür. Və biz söz birləşmələrini əslində daha öncə keçmişdik ki, söz birləşməsinin 2 növü var idi. Sabit və sərbəst. Sabit söz birləşmələri haqqında artıq bizim məlumatımız var. Sabit sözünün mənası nə idi? Sabit dəyişməz deməkdir. Və sabit söz birləşmələrini biz qrammatikada nə olaraq tanıyırıq? Frazeoloji birləşmələr olaraq. Biz bilirdik ki, bu frazeoloji birləşmələrdə bir daha qısa xatırlatma edirik ki, burada tərəflər olmur, yəni əsas aslı tərəf olmur, bütöv bir leksik vahidi olur. Bir neçə söz öz həqiqi mənasını itirir və bütövlükdə bir məcazi məna bildirir. Amma sərbəst söz birləşmələri biz bugün keçəcəyimiz sintaksisin mövzusudur, amma sabit söz birləşmələrini biz leksika bölməsində daha öncələr keçmişdik. Sərbəst söz birləşməsi nədir? Sərbəst sözünün mənasına biz diqqət eləsək, sərbəst dəyişə bilən, istədiyini eləyə bilən mənasındadır. Və burada təbii ki, tərəflər olacaqdır. Birinci və ikinci tərəf, buna az sonra toxunacağıq. Və söz birləşmələrinin də yenə necə ki, sözlərin quruluşca növləri olurdu, söz birləşməsinin də növləri olur. Söz birləşmələri sadə və mürəkkəb olmaqla 2 yerə bölünür. Sadə söz birləşməsi nədir? Əgər 2 müstəqil mənalı söz varsa, buna sadə söz birləşməsi deyəcəyik. 2-dən daha çox, yəni deməli 3 və daha çox müstəqil söz varsa, biz buna mürəkkəb söz birləşməsi deyəcəyik. İndi gəlin nümunə ilə baxaq. Deməli, ilk öncə yazırıq ki, elə yazaq gözəl şəhər. Gözəl şəhər sözündə 2 dənə bir sifət və bir isimdən ibarət olan deməli, 2 tərəfi var. Deməli, bu nədir? Sadə. Amma mən desəm ki, mənim gözəl şəhərim, bunu da im eləsək, 3 dənə əvəzli sifət və isimdən ibarət olan artıq 3 və daha çox olduğuna görə biz buna mürəkkəb söz birləşməsi deyəcəyik. Və bunun üçün də bizə burada yenə nümunələr göstərilibdir ki, dağlarda döyüş, çağlayan bulaq, və yaxud da ki, mənim qədər oxuyan. Burada bəli, önəmli bir məqam da var ki, əgər 3 dənə söz varsa, bayaq biz dedik, məsələn, yola sarını dedik ki, biz yola sarını söz birləşməsi olaraq götürə bilmirik. Amma məsələn, desəm ki, yola sarı gedən. Yenə gəlib baxırıq biz bura. Yol isimli, sarı qoşmadır.
gedən də feildir. Deməli, hal-hazırda bizim əlimizdə 2 dənə müstəqil mənalı, yəni əsas nitq hissəsi olan söz var. Feil və isim. Deməli, 2 olduğuna görə, 2 dənə olduqda nə demişdik? Sadə söz birləşməsi olacaqdır. Buna sadə söz birləşməsi deyəcəyik. Sarının müstəqil mənası yoxdur, çünki o köməkçi nitq hissəsidir. Yenidən xatırlamalı olsaq, sadə söz birləşməsi nədir? 2, ən azı 2 ədəd, daha doğrusu 2 müstəqil mənalı, yəni əsas nitq hissəsi. Müstəqil məna deyən kimi biz əsas nitq hissəsi sözünü xatırlayaq ki, 2 dənə əsas nitq hissəsi varsa, bu sadədir. Artıq 2, yox, 3 və daha artıqdırsa, biz buna mürəkkəb söz birləşməsi deyəcəyik. Ona görə 3 dənə söz ola bilər, bayaq dediyimiz kimi yola sarı gedən. Amma bunun 2 dənəsi müstəqilsə, yenə sadənin qaydasına uyğun gələcəkdir. Məsələn, deyirəm ki, vətən həsrəti. Vətən həsrəti 2 dənə sözdür, hər ikisi isimdir. Biz buna sadə söz birləşməsi deyəcəyik. Vətən həsrəti çəkən. Burada həsrət çəkmək biz bilirik ki, frazeoloji birləşmədir. Ona görə bunu biz bir leksik vahid kimi götürdükdə, yenə də biz buna sadə söz birləşməsi deyəcəyik. Deməli, biz sadə və mürəkkəb söz birləşməsini ayırmaq üçün müstəqil mənalı söz, yəni əsas nitq hissəsinə diqqət eləməliyik və baxmalıyıq ki, birləşmənin tərkibində köməkçi nitq hissəsi varmı, ol, et, bil, qıl varmı və frazeoloji birləşmə varmı? Düşünürəm ki, bu sadə və mürəkkəb söz birləşməsi sizin üçün də aydın olacaqdır. Gəlirik söz birləşməsinin tərəflərinə. Biz dedik ki, sabit söz birləşmələrində, yəni frazeoloji birləşmədə tərəf olmur. Tərəfləri olmayan söz birləşməsi desələr, sabit söz birləşməsini götürəcəyik. Yəni, çünki o bütöv bir leksik vahid. Çünki bütövlükdə bir dənə məna bildirir. Hər sözün ayrı-ayrılıqda mənası olmadığına görə sabit söz birləşmələrinin, yəni frazeoloji birləşmələrin tərəfləri olmur. Amma sərbəst söz birləşmələrinin artıq sintaksi mövzusu olan sərbəst söz birləşmələrinin tərəfləri olur. Burada olur birinci tərəf və ikinci tərəf. Və bunu tərs məntiqlə yadımızdasa, adətən birinci əsas olur, ikinci aslı olur, belə deyirik də. Amma burada ikinci əsasdır, birinci tərəf asılıdır. Deməli, əsas və aslı tərəflər olur. Birinci tərəf asılı, ikinci tərəf isə əsasdır. İndi bir nümunə yazsaq bura, məsələn, qara qələm. Deməli, bu birləşmənin əsas tərəfi hansıdır? Qələm sözüdür. Aslı tərəfi isə qara sözüdür. Deməli, əsas tərəfi nə ilə ifadə olunub? İsimlə, aslı tərəfi isə sifətlə ifadə olunubdur. Amma birinci, ikinci tərəf deyəndə birinci tərəf yenə bu şəkildədir. İkinci tərəfin əsas olduğunu unutmuruq və bizə bununla bağlı cədvəldə verilib. Cədvəldə bunu bəzən tabe olan və tabe edən tərəf kimi də nəzərimizdə saxlaya bilirik ki, təbii ki, asılıdırsa o tabe olacaq, əsasdırsa o tabe edəcək. Yəni, tabe edən tərəf əsasdır. Mənasına uyğun olaraq da yadda saxlamaq olar. Tabe olan tərəf isə aslı tərəf olacaqdır. Növbəti videolarımızda biz bu elə əsas tərəfin ifadə vasitəsinə görə söz birləşməsinin növlərinə də diqqət eləyəcəyik. Amma bu dərs sadəcə ümumi bir baxış eləyirik və gəlib söz birləşməsi ilə sözü fərqləndirəcəyik. Biz sözü yenə keçmişdik leksika bölməsində, artıq gəldik sintaksis bölməsinə biz söz birləşməsini keçirik. Deməli, sözlər birləşir, nəyi əmələ gətirir? Söz birləşməsini əmələ gətirir. Və bizə burada söz və söz birləşməsinin oxşar və fərqli cəhətləri veribdir. Hər birinə qısa toxunsaq, amma siz bunları qayda olaraq hər birini öyrənib yadımızda saxlayırıq. Oxşar odur ki, həm söz birləşməsi, həm də söz, yəni əşya və hadisələri adlandırır. Yəni, konkret hər birinin mənası var. Hər ikisi cümlə üzvü olur, hər ikisinin başlanğıc forması var, hər ikisi deməli cümləni quran vasitələrdəndir. Yəni, söz də söz birləşməsi də cümləni quran bir vasitələrdəndir. Və gəlir bunların fərqli cəhətləri. Fərqli cəhətləri odur ki, söz daha ümumidir. Deyək ki, mən deyirəm bina. Bina ümumidir. Biz bilmirik hansı binadan söhbət gedir. Bir də var desəm ki, məsələn, o bina, elə sadə bir nümunə yazsaq, o əvəzlikdir. Burada artıq mən konkretləşdirirəm. Daha konkret olur fikir ki, konkret hansı binadan? O bina, həmin bina, bizim bina, nə bilim, uca bina və s. dedikdə burada daha da konkret olur. Deməli, söz daha ümumidir.
Söz birləşməsi isə daha konkret məna bildirir. Sözü biz leksikada öyrənmişdik, ona görə leksik vahiddir. Söz birləşməsini isə biz sintaksisdə öyrənirik deyə sintaktik vahiddir. Söz səslərdən yaranır, yəni hərflər birləşir, sözü əmələ gətirir. Söz birləşməsi isə sözdən yaranır. Söz birləşmənin sadə üzvü olur cümlə üzvü olaraq. Bunu da cümlə üzvlərində daha ətraflı və detallı şəkildə öyrənəcəyik. Amma söz birləşməsi isə cümlənin mürəkkəb üzvü olur. Sözün sadəcə bir vurğusu olur. Söz birləşməsində isə tərəflərinin hər birinin ayrılıqda deməli vurğusu olur. Və burada sonda olan balaca bir qeyd var ki, söz birləşmələri mürəkkəb sözlərə çox oxşuyur. Məsələn, qara toyuq, qara toyuq. Əgər söz birləşməsi isə təbii ki, biz gördük söz birləşmələri ayrı yazılır. Bir bitişik yazılırsa, demək ki, bu söz nədir? Mürəkkəb söz olacaqdır. Bunları da bir-birindən fərqləndirməliyik ki, bir var deyirsən ki, oğlan sarı köynək geymişdi. Sarı köynək burada söz birləşməsidir. Bir də var sarı köynək quşu adı var ki, bitişik yazılır və mürəkkəb sözdür. İnanıram ki, faydalı oldu. Bəyənməyi unutmayın. Təşəkkür edirəm.